Aha. If şərtində, məsəl üçün, şərtimiz belə idi. Tutalım ki, içki içirsən, içki yazar. İçki. Məsəl üçün, məsələn, hər desəm, kofe içirsən, tutalım kofe. Hər desəm, bu qola gələcəksən. Yox desəm, çay içirəm. Yox, burada çaydır. Bax, bizim bu yox qolumuz ifdə oldu else. Düzdürmü? Else. Bunu mən alqoritm kimi yazsam, tutalım. Mən bunu alqoritm kimi yazsam, necə olacaq? Yəni, alqoritm quraq. Başla. Məsələn, şərt verirəm. A bərabərdir 2, B bərabərdir 5. Bu şəkildə blok sistemi verilənlər daxil edək. Tutalım deyirəm ki, A böyüksə B-dən neynə? Misal yazaq özümüzdən. C bərabərdə A plus B-ni hesablasın. Əks halda da sadə bir şey vurmasını hesablasın. C bərabərdə A vuraq B-ni. Uşaqlar, bu alqoritmi birlikdə çox sadə bir alqoritmdir. Axırda da gəlib çapa veririk C-ni. Düzdürmü? Mən bunu Pythonun qolunu yıxsam, A bərabərdir 2, B bərabərdir 5. If şərti yazıram. A böyükdürsə B-dən. Keçirəm aşağıda, yazıram. Hə desəm, hə qolum budur. Hə, bu da yox qolum. Hə desəm, gəlsin. A plus B-ni hesablasam. Yox desəm, əks halda. Onda, bax, bununla bir sətirdə yazıram. Else. Yəni, düz aşağıdan. Deyirəm, hesablasın. Else-dən sonra qoşa nöqtə qoyulur. C bərabər də A vurulsun 5, B. Daha sonra print də bunlarla bir sətirdə yazılır. Necə deyirlər? Print C. Bu şəkildə bunu yazdım. Və burada məsələn hesablama gedəcək artıq. Məsələn, gətirəcəm 2 böyükdürmü 5-dən? Yox deyəcəm, düşəcəm else-yə. 2-ni vuracaq 5-ə, alınacaq o. Bu şəkildə. Bunu bildik, düzdürmü? Bu nə idi? Sadə if şərtimiz. İndi gəlin biz iç-içə ifə baxaq. Daha doğrusu alt-alta ifə. Alt-alta ifdə iş burasıdır ki, diklər misal nümunəsi. Alt-alta ifdə belə olur uşaqlar. Yazaq hər hansısa bir misal. Yəni, iş şərt olur. Şərt. Sonradakı onun misalı. Misaldan sonradakı else olur. Və bunun da misal olur. Təzədən yenə if şərti verir. Baxın, indi burada belə bir nüans var ki, burada da else. Belə bir nüans var ki, mən bu ifə hə desəm də, yox desəm də, ya bunu həll elədim və yaxud da bunu həll elədim. Dəxli yoxdur da, else-ni həll elədim. Mən yenə keçib bunu, bu ikinci ifi yoxlayıram. Yaxşımı? Məsələn, indi bir dənə misal yazaq, buna aid alt-alta ifə yazaq. Yazıram ki, A bərabərdir 5-ə, B bərabərdir 10-a, C bərabərdir 20-yə, if A bərabərdir B-yə, bu şəkildə. C bərabərdir, C plus 10-u hesablasın. Həmişə bu sadə misal yazıram. Else hesablasın. C bərabərdir, C plus 20-ni. If yenə şərt verirəm. Alt-alta ifdir. Hesablasın. C bərabərdir, C plus 5-i. Əks halda else bu səfər hesablasın. C bərabərdir, C plus 30-a. Yenə if şərti verirəm. If A kiçikdirsə B-dən hesablasın. C bərabərdir, C plus 5-i. Əks halda else.
Kim yoxdur. Bunu biraz belə yazacağım. C bərabərdir C plus 20-ni. Ən axırda da print C-ni çapa verin. Print C-ni çapa verin. Uşaqlar, baxın. Burada nə edəcəm? Gətirəcəm 5 ilə bunu yoxlayacağım. Şərtim doğrudursa, girəcəm bunu eləyəcəm. Mən məsələn buna yox dedim. Yox dediyimə görə Yox dediyimə görə mən bura baxmıram, eləmirəm bunu. Keçirəm bu şərtini eləyirəm. Burada da nədir? 20 plus 20 eləyəcək 40. C dəyişənim oldu. Artıq C bərabərdir 40-a. Daha sonra gəlirəm, deyir ki, A böyükdürmü 5 B-dən? B-im 10-dur. Burada nə deyirəm? Yox deyirəm. Yox dediyimə görə yenə bunu eləmirəm. Keçirəm, buranı eləyirəm. Burada da nədir? 40 plus 30. 40 plus 30 bu elədir 70. Sonra keçirəm bu şərtimi. 5 deyir kiçikdirmi 10-dan? Deyirəm, hə. Onda neynirəm? 70-in üzərinə nə gəlirəm? 5-i aldım 75. Bu şəkildə. Və gəlir 75-i. Bunda da else qoluna baxmayacaq. Else qolun üstündən xətt çəkirəm. Gəlirəm 75-i çapa verirəm. Bunu başa düşdük uşaqlar. Sual var, hər hansı bir sual. Onda gecə birini də sizə vereyim, artıq siz eləyin. Yazıram. A bərabərdir 5-ə, B bərabərdir 10-a, C bərabərdir 20-yə, if A bərabərdirsə B-yə, C bərabərdir C plus 10-a, if sadəcə təkrar gedirik uşaqlar bu günlərin, bilək kimin nə yadında qalıb. Burada bu olur. Bunu səhv qoydum. If A bir üzər B-dən, onda C bərabərdir. C plus 5. Uşaqlar, belə bir şey deyim ki, mən həmin eyni misaldır. Mən burada neynədim? Bir də fərqi tutan olsa, əla. Neynədim mən burada? Bir deyin görün. Eyni misaldır. C-nin qiymətini dəyişdirdiniz də 30 idi 5 elədik. Yox. Nələri? Hə. Burada iflərin hamısı fərqli funksiyadır. Sadəcə biri ödənirdi ya, əslində o bir iflər şərti qoşmuruq. Yox. Burada baxın, bu yuxarıdakı misala baxın. Burada else qolları var. Mən natamam elədim bunu. Natamam budaqlama ilə bax, bunları kəsdim, götürdüm, çıxartdım. Yəni, alt-alta iflərdə bəzən else olmaya bilir. Yaxşımı? Else olmayanda da, yəni yox desə o ifin şərtini eləməyəcəm. Düşəcəm aşağı. İndi fikir verdiniz. Sağa baxın, laf axırıncına baxın. Hə qollarını çəkmişəm, yox qollarını silmişəm. Bunu da mən həll edeyim. Burada da deyirəm ki, 5 bərabərdir ona, yox. Onda bunu eləmirəm. Gələm bu yoxlayıram. 5, 5-dir bu, 5. 5 böyükdür ondan, yox. Onda bunu da eləmirəm. Gəlirəm onda 5 kiçikdirmi ondan? Hə deyirəm, hə. Hə dediyimə görə neynirəm? 23 üstə gəlirəm 5, elədir 25. Bildiniz indi? Yəni bu şəkildə də olanda mən eləmirəm. İndi belə deyək. Bir dənə bizim bir tipimiz var uşaqlar. Deməli bunu yazıram. A bərabərdir 5 bölünsün tutalım ki 3-ə. Uşaqlar, bax bu 5 bölünsün 3-ə. Bunun cavabı nə eləyir? 2.
Cavab sıfırdan böyükdür da, düzdürmü? 2 alınan çünki. Yəni cavab böyükdür. Bunun dəyəri məntiqi dəyərlə sənə təkcə bunu verib qarşısına if yazsa, məsəl üçün if 5 bölünsün 3. Bu şəkildə misalı verəndə bunun cavabı 2 elədiyinə görə və necə deyirlər, sıfırdan böyük olduğuna görə bu hə dəyəri alır. Yəni bunun cavabı true. Yəni sən misala düşə biləcəksən. Amma yox, bunu məsələn bu şəkildə yazsaq. 3 bərabərdirmi sıfıra desən? Onda nə alacam? Bərabərdir, 2 bərabərdir sıfıra. False. Yox, yəni yox elədiyinə görə bəli, false dəyərin verir. False dəyərin verdiyinə görə nə qədər bu tərəfcə, yəni bu misal ilə bir həll edirsən, burayla müqayisə edirsən. Müqayisədə bu yox dəyərini aldığın, sən misalı buradan düşüb həll edə bilməyəcəksən. Belə tək versə, düşüb eləyə bilirsən. Yox, nə ilənsə müqayisə eləsə, onda düşə bilməyəsən. Bu məntiqidir. İndi misalların içində qarşımıza çıxacaq. İndi bir neçə misal verim, siz onlara baxın. Məsələn, indi yazıram ki, gəlin belə bir sadə misallardan başlayaq, sonra yox, sadə yox. Belə başlayıram. A bərabərdir 6. Mənf 6. B bərabərdir 6-ya. If A plus B sıfırdan. Onda print bunu çap eləsin. End funksiyamız nə idi uşaqlar? Ona elit. Nə inirdi? Ona elit. Ya, o sep idi. Hə, son, bunun içərisində siləşin var idi. Onda sətrə düşdü. Bəli, bəs indi boşluq qoydum, nə olacaq? Heç bilir. Bəli, sətirdən sətrə düşməyəcək. Bir də en daxil yazanda sonuna əlavə eləmirsən onu. Yox, heç nə əlavə. İçində nəsə yaza bilərsən. Hə, yazmaq olar. Yazanda son olur. Hə. Amma əsas siləşinin işlənmə yeri idi. Print. Hə, baxın bunu. Nə olacaq burada? Çap bölməsində hamı yazsın cavabı görün. Bir saniyə. Çap bölməsi. Hə, burada yazarsınız. Yox, ekran var. İndi görsən. Yaşılı götürdü orada. Hı. Yəni birinci if də böyük bərabərdir, yoxsa sadəcə böyükdür? Həm böyükdən bərabərdir. Siləşəni pozaq burada. Zəhra da yazır. Aha, Leyla, buradasan? Buradayam, məmə, buradayam. Hı. Deməli, uşaqlar, 6 plus 6 nə elədir? Mənf 6, bu 0 elədir. 0 həm bəli, bərabərdir.
Həm də nədir? Neçə, bərabərdir. Sıfırı çap elədim. Düzdürmü? Keçirəm bura. -6 böyükdürmü 6-dan? Yox. Yox dediyimə görə bura baxmıram. Keçirəm bu hissəyə. Nə indirəm? Else qolunda 2-ni çapa verirəm yan-yana. Bu şəkildə. Bu cavabı da kim aldı? Görək. Hə, hamı belə aldı. Keçək ikinciyə. Daha başqa bir misalım. Bu səfər belə bir şey yazın. Deyəsən o biri çox asan oldu. Int tipi nə idi? Onlara getdi. Bura. Niyə görə mən intın qarşısına int tipi yazmalı oldum? Üçüncü rəqəm almaq istəyir. Yəni. Normalda int tipi sətir tipində qəbul edir. Mən amma rəqəm tipində qəbul eləsin deyən onu tam tipdə neynədim? Qarşısına int yazdım. Tatil nasıl uzun oldu? Səsiniz bağlandı. Səsim bağlanmıyor. Səslər dəyməmişim. Bağ gəlir səsim uşaqlar. İntlərə. Danışmamışam ona görə. Kömək edeyim yoxsa həll edirsiniz? Ora 22 daxil yazmışsınız. Bəli, 22 DS-lə vermişəm. DS nə idi burada? Yəni funksiyası olmur, sadəcə daxil etmək üçün istifadə. Şərh, comment yazmaq üçün istifadə olunur. Bəs belə deyim. Uzun şərhlər yazmaq üçün nədən istifadə olunur? Python'da. 3 dənə apostrofdan istifadə olunur. Hı -hı. Leyla eləyə Bəli, mən işləyirəm. Xədicə. Bəli. Yavaş-yavaş mən başlayıram. 22-ni gətirdim, qoydum x-in yerinə. Görürəm ki, nə Nihatdan, nə Səiddən, nə Xədicədən cavab gəlmədi.
Deməli 22 nədir? Qalıq 1-ə bərabərdir? Yox. Faiz, yəni 0 çıxır da bunun qalığı. Buna görə buna alınan minus. Bəs bunun 22-nin qalığı, tam hissəsi neçə eləyir? Altdan onda neçə? Düzdürmü? Tam şəki yet eləmir. Hə, 7 eləyir. Mən niyə 18 düşündüm? Birinci mən də 18 fikirləşdim Hə, mən. 18-i niyə düşündüm mən? Nəysə, 21, 21-dən də burada qalıq 1 qalır. Cavab da 7. Tam üstə 7. 7 5-dən böyükdürmü müqayisə eləyəndə? 7 5-dən böyükdürmü? Deyirəm, hə. Həni dediyimizə görə ninrü plus. Orada nədir? Or nə idi? Və ya idi. Yəni toplama idi. Burada 0 aldım, burada 1 aldım. Cavab yenə 1-dir. Mənə qaytardı turunu. Onda mən bu içəri düşə bilirəm. Yaşıl işıqdır. Düşdüm içəri. Nədir? X-i vur 2-yə. Bu elədi 44. 22-ni 2-yə vuranda elədi 44. 44-ü aldım, gəldim bura. Deyir ki, 44-ün 22-nin üzərinə gəl Y. Y nədir? 44. Neçə elədi? 66. 66. LC-yə düşürəm? Yox. Gəlirəm burada baxın, sərbəstim var mənim burada. LC-yə düşmədim. Həmişə LC-yə düşmədən üstündən xətt çəkin. Əgərən çaşırsınızsa üstündən xətt çəkin. Yəni bunu həll eləmirəm. İpə girdimsə LC-yə girmirəm. 66-dan çıxıram 5-i, alıram 61-i. Yəni 61-də çapa verirəm. Yarıya kimi gəlmişdim mən. Biraz çaxtıb yazamadım, amma düz baxıram ki, düz gəlmişim. Hə, bəs Seyid? Nə olub? Niyə passivləşmirsiniz? Nihat? Yoxdular, deyəsən çıxıb gediblər. Oldu. Və niyə səssiz çıxmır? Xədicə? Baxırıq tamam. Baxırıq nədir? Hesabla deyirəm, deyir baxırıq. Belə söz olur, Nihat. Baxıb öyrənirik tamam. Hesablayanmadı neyini? Heç nə, niyə hesaba döyərəm sizə? Mən sonra gəldim. Hürsün olsun, o biri gün olsun. Subağa axtarıram onsuz da. Görək nə olacaq. Uşaqlar, bu true false-un da dəyərin bildiniz, oru bildik. Sual var burada. Valla bayaqki şeydə iki şərt ödəndi da şərtdə. Biri ödəndi, biri yox. Or olduğuna görə orada dedik nədir? Bir şərt ödəndi də. Hə, bir ödəndə plus götürdüm də, turu götürdüm. İkisi də ödənməsə false götürürəm. Ödəndi o bilədi. Ödənmədi. Ödənmədi. Ödəndi. Qalıq deyir ki, qalıq nə olur 22 2-yə böləndə faizi? 0. 0. 0 1-ə bərabərdir. Deyir. Hə. Heç diqqətlə də baxmamısan, neysə. Görsən bunu. Görürsünüz uşaqlar. A bərabərdir 5. Bunu elə 0. Bunu da eləyin, keçin digər ifi başa salın. S bərabərdir S plus 1. If bərabərdir 5-ə. S bərabərdir S plus 2. If A dördə S bərabərdir S plus 3. If A bölünsün yenə 4-ə bərabərdirmi 0-a? S bərabərdir S plus 4. Print S. Elin görün.
Yəni şərtdə if 5-ə bölünür, yoxsa nədir? Bax, hansı şərt? Birinci şərtdə if 5-ə bölün. 5 bölünsün 5. Qalıq nədir? Tamam. 0. 0 nə deməkdir? False. Sən girə bilirsən bura. 0-la düşə bilirsən. 0 yox deməkdir də. Düşə bilirsən bura. Hə, Səid. Cavab 7 deməli. Yox, sən bura düşə bilirsən. Bir dənə cavab ver. Düşə bilmirik. Gələn buradan yoxlayıram. O cavab 7 deyil, cavab 5'dir. Cavabı bilmirəm, axı hesablayım. 5-i 5-ə böləndə neçə edir? 0. 0 bərabərdirmi 0-a? Hə. Hə dedim. Şey oradan gəldi. Düşürəm aşağı. S neçədir? 0-ın üstünə 2 gəlirəm, eləyirəm 2. Sonra A 5-dir. 5-i 4-ə böləndə neçə eləyir? Qalıq 1 eləyir. Düzdürmü? 1 də hə deməkdir də. Yəni true qiymət alır. Müqayisə yoxdur ki. Məsələn, burada 0 aldım. Düşə bilmədim. 1 alanda düşürəm. Onda nə edirəm? S-in axırıncı qiyməti nə idi? 2. 2-nin üstünə 3 elədi 5. Yadda saxlayıram. Sonra 5-i gətirdik, qoyduq bura. 5-i 4-ə böləndə nə alıram? 1. 1 0-a bərabərdir? Yox. Yox. Yox aldığıma görə bunu hesablaya bilməyəcəm. S nə elədi? 5. Kim 5 almışdı? 5, 5. Aha, mal ki. Nə yaxşı. Başa düşdük uşaqlar bu true false-u. Sual var true false-dan. Daha sonra. Uşaqlar bir də bizim var iç-içə iflərimiz. Deməli, iç-içə iflərdə nədir? Yox deyəndə dövrdən çıxacaq. Hə deyəndə dövrə davam edəcək. Deməli, qayda kimi yazın ki, iç-içə iflərdə hə deyirəmsə, bütün iflərə girib baxacam, yəni yoxlayacam. Əgər yox deyirəmsə, çapa gedir, yəni dövrdən çıxıram. Məsəl üçün, bunun blok sxemini quranda uşaqlar, gəlin qırmızı ilə qurun. Bunun blok sxemi bu şəkildə quranda düşürəm aşağı. If burada şərt verdim. Hə deyirəmsə, hə qoyun. Biraz gəlib ortadan çəkəydim. Hə deyirəmsə, nəsə bir misal yazaq, həll eləyək bu şəkildə. Əgərəm yox deyirəmsə, eləcə bax buradan yox deyirəmsə, çıxım gedim. Görürsünüz? Çıxıram, gedirəm. Gəldim bura. Burada hə dedimsə, bir dənə də şərt qoyuram. If şərti. Hə deyirəmsə, bura gedirəm. Yox deyirəmsə, yenə çıxıb gedirəm. Və hə qolunda yenə bir misal yazıram. Misal yazıram. Burada da bir dənə şərt verə bilərəm. 3 dənə düz şərt verə bilərəm. Buradan da necə deyirlər? Hə deyirəmsə, bir dənə misal həll edeyim. Yox deyirəmsə, buradan çıxım gedim. Yine biraz əyildi. Deyirlər, itarik yazı yoxşuyur uşaqlarından çəkdiyim. Baxın, bu yox qollardır. Yox. Yəni, iç-içə iflərdə uşaqlar, mən yox deyəcəmsə, çıxıb gedəcəm. Hə deyəcəmsə, qalacaq. Deməli, nə oldu? İç-içə iflərdə hə deyirəmsə, qalıram. Yox deyirəmsə, çıxıb gedirəm. Yaxşımı? Harada yox desəm, bax, burada yox desəm, bax, burada yox desəm, buradan çıxacam, bu misalı həll eləyəcəm, çıxacam, gedəcəm. Burada yox desəm, buradan çıxıb gedəcəm, burada yox desəm, buradan çıxıb gedəcəm. Burada yox qolları, necə deyirlər, işə düşür. Gəlin, məsələn, burada bir dənə misal yazım. Məsələn, A bərabərdir 5-ə. B bərabərdir 10-a, C bərabərdir 15-ə. 20 yazın, 15 yazın. If
if şərtim. A kiçikdirsə B-dən. O zaman C bərabərdir A plus B-ni hesablasın. İkinci yazıram. If, bax, bunun buradan belə yox olun çəkin. Biz aşağıda. Else buradan çəkin. C bərabərdir C plus B. Bunun misalı bax bu şəkildə olacaq. Sonra buradan if şərti yazıram. Deyirəm ki, B bərabərdir C-yə yoxla. Əgər B C-yə bərabərdirsə, onda ya C bərabərdir, hesablasın, C plus onu hesablasın, sadə bir misal. Bax, bunun da LC'sini buradan yazıram. LC'sini buradan yazıram, bura yazıram, C bərabərdir C plus 20. Buradan da bir dənə də if yazaq. If yazıram, A, C, bu şəkildə. C bərabərdir C plus 30. Bunu hesablasın. Bunu da yox olun, bunun altından yazın. Elsə. İndi xəttədim ki, başa düşmək üçün də bu nədir? Amma misalda xəttlər olmur uşaqlar. Bu şəkildə. Buradan da deyirəm ki, birinci. Baxın uşaqlar. Burada nədir? Gələcəm, yoxlayacam. A-ya nə dedim? 5. 5 kiçikdirmi? B-dən deyirəm, hə. Hə dediyimə görə, uşaqlar həmişə gəlin bunun üstündən bilməyəcəksinizsə, bunun üstündən xətt çəkin. Yəni, çaşacaqsınız aşağıda. Bu gəlib sərbəst kimi eləyənlər var. Üzərindən xətt çəkin. Keçin, bax, bunu həll edeyim. Bu nədir? 5 plus. Necə deyərlər? 10, elə də 15. C-nin qiyməti dəyişmədi. İkinci şərtimi aparır mən. İkinci şərtimdə 10 bərabərdir 15-ə. Bax, indi nə olacaq uşaqlar? Deyirəm, yox. Neyniyəcəm? LC-yə düşürəm. Bu məni, bax, buradakı misal, buradan gətirir bura. Mən bunu həll edirəm. Daha bu hissəyə baxa bilmirəm. Bu hissəyə baxa bilmədiyimə görə C-nin qiyməti 15-dir. 15-in üstünə 20 gəlirəm, elə də 35. 35 ilə çapa verir. Başa düşdük. Sual var. Bir də izaha ehtiyac var uşaqlar. Məmə, bizi də üstündən keçə bilərsiniz. Hə. Keçin. Geri qaytarım bunları. Bax, deyirəm ki, bax, burada 5-dir, burada 10-dur. Müqayisə elədim, 5 ondan kiçikdir, deyirəm, hə. İç-içə iflərdə, iç-içə. İf. Hə deyirəmsə, düşürəm içəri. Yox deyəndə gələcəm bura. Bax, hə dediyimə görə bunu həll edirəm. Mən bura gedə bilmirəm. Gedə bilmədiyimə görə bu aşağıdakını həll eləməyəcəm. Üstündən xətt çəkirəm. Yəni, ilk xətt çəkdim ki, yəni istifadə eləməyəcəm. Gəldim bura. Bax, bunu həll edirəm. Nədir? A-nın qiyməti 5-dir, B-nin qiyməti 10-dur. Burada nə oldu? 15. Yəni, C 15-ə bərabərdir. C bərabərdir 15. Gəlin, bax, bunu yoxlayıram. İndi bunu hə demişəm, axı, məni ikinci ipə apara bilir. Gəlin, yoxlayıram. B-nin qiyməti 10-dur, C-nin qiyməti 15. 15 bərabərdirmi 10-a? Yox. Yox deyəndə avtomatik nə bu misalı həll edə bilirəm, nə də bura düşə bilirəm. Vəsə, burayla qurtardım. Mənə necə proqramdan çıxardır, gətirir, deyir ki, get sən bu yox qolunu həll elə. Bu yox qolunda nə edirəm? Nədir C-nin qiyməti? 15-in üzərinə 20 gəlirəm, plus 20 elədi 35. 35-i də çapa vermiş olurlar. Aydındır Məmə, çox sağ olun. Buyur. Xədicə, başa düşdün? Bəli. Şimdi birim verim özü həll edeyim. A bərabərdir 5-ə. B bərabərdir 15-ə. C bərabərdir 15-ə. If şərti yazın bir dənə. A
kiçikdirsə B-dən. Onda C bərabərdir A plus B-yə if B bərabərdir C-yə. Bunun LC'sini buradan yazın. LC. LC'ye buna nə yazaq? C bərabərdir C plus B. Buna da bir də misal yazaq. Nə yazaq? C bərabərdir C plus 10. Bunun da LC'sini buradan yazıram. Buna da yazaq. C bərabərdir C plus 20. Belə yazdım uşaqlar. Buna da bir dənə if yazıram. If bərabər nədir uşaqlar? Burada bərabər olmur. Bu A olsun. A kiçikdirsə C-dən. Onda C bərabərdir C plus 40-ı hesablasın. Bunun da LC'sini buradan yazıram. LC. C bərabərdir C plus 20-ni hesablasın. Bunu hesapladım. Şöyle gəlsin. Print C plus 5'i hesaplasın. Hesaplayın görün. Ne alacaksınız? Ne yiyeceksiniz? Yazılı çəkilişini görməmişim 55 oldu. Ben dedim bu Zehra niye böyle səhv elədi? Neden yazdım? Ve imtihanda onu Mən də görməsinin ona nə fikir yiyəcək? vermədim mən. Hə? Mən də ona fikir vermədim. LC-yə baxdım, cavabı dedim birinci. Ben de Sonradan yazdım, sonra ona görə. Onlar tez bitirmək üçün müəllimə, siz yazıb bitirməmiş həllə başlayıblar. Ona görə yəqin elə olur. Yəqin 100%. 5. Mən misal aşağıda dəyişdim. Əslində bu yox idi burada. Bunu özüm əlavə elədim ki, dəyişiklik olsun sizə. Yəni birdən həll elətdirərəm bunu. Deyirəm hə. Hə dediyimə görə neyinir mənə atdı bura. A-nın qiyməti neçədir? 5. 5-in üzərinə gələm 15-i. Elədik burada 20. Düzdürmü? B'nin qiyməti nədir? 15 bərabərdirmi? C'nin qiyməti nədir? 20-yə. Yox. Yox dedim, düzdürmü? Atdı məni. Deməli, yox deyəndən sonra nə bunu eləyə bildim? Nə bu ifə girə bildim? Girə bilmədim. Nə buna baxa bilmirəm. Hətta bundan əvvəldən hə dediyimə görə bunu da əvvəldən xətt çəkməliydim ki, yəni buna da baxa bilməm. Bir dənə burada bu qalır. Yəni buna yox dedim. Bu mənə avtomatik gətirdi bura. C-nin axırıncı qiyməti 20, üstə 20, elədi 40. 40-ı kim demişdi? Səid. Hə. Sonra da burada sərbəstim var. 40-ı gətirib qoyuram bura, elədi 50. 50. Sonra da gətirirəm görüm ha. Burada da yenə deyir topla. Yəni 50 plus 5 elədi 55. Başa düşdük uşaqlar. Sual var? Sual yoxdur? Bir dənə də elfi keçim sizə. Qəşək-qəşək. Çünki evə misal verə bilim. Düzdürmü? Elif. Yoxsa çox oldu? Oldu. Çox oldu. Həndəyəm. Qızlar çox olub. Eyvallah. Bilməm. Keçin onu. Yəni bizim fikrimliyə əhəmiyyət daşımır ki. Çünki siz tənəffüs olmamış sınfuzu yığırsınız. O məntiqlə getdi. Səhv deyirəm. Bəli. Mən necə? Mən sumkam heç olur ki.
Hay sənin sözün yox. Burada nə baş verir görəsən? Neynirəm mən? Bu səfər nə oldu? Bu sefer hamısı eyni hüquqluya şart ödense de ödenmese de cüzdürlüğü ama ilkte ödenmeyen, yani ilk ödenirse o dilere bakmak. Yox, deməli. Alt-alta da hamısına girdim. Düzdürmü? İç-içədə neynədim? Yox deyəndə çıxdım, getdim. Eyni hüquqlu hardan oldu iç-içədə? Hə? Bir de yani ifti de hamısı if olanda eyni hüquqlu diye giririk de. Nəyə girirəm? Yuxarıda mən girə bilirdim, yox deyəndə. Burada mən girə bilirdim, Zəhra. Burada yoxdur. Yani o ikisi ayrı, o ifləri alt-alta yazanda bir de Elif'i yazanda onu değil. Hə, Elifdə də nə baş verir? Hə deyəndə çıxıb gedirəm. LS, ifdir də bu. Birləşib olub Elif. Düzdürmü? Yəni yox qolulu bu. Mən yox deyəndə misalın içərisinə girəcəm. Baxın. Yox deyəndə girirəm. Gedirəm o biri misala. Amma baxın alqoritmdə. Mən alqoritmini həmişə çəkirəm ki, birinci başa düşəsiniz. Hə deyəndə gəlib bunu həll edirəm, çıxıb gedirəm. Düzdürmü? Hə deyəndə, baxın, hə. Elifdə hə deyəndə misaldan çıxacaq. Buna qayda kimi yazırsınız. Nə kimi yazırsınız, yazın. Amma soruşanda deyin. Amma yox deyəndə gedirəm o bir şərtimi yoxlayıram. O bir şərtim mənə hara aparsa, yenə yox desəm, gedib o bir şərtimi yoxlayacağam. Yəni misalın içinə girib daxil edib uzada biləcəm. Dövr davam edəcək. Amma hə desəm, mən hə deyən kimi çıxıb gedirəm. Yadda saxladı. Sual var uşaqlar? Yoxsa? Gəlin bir dənə misal yazaq. Ən salamatı misal yazmaqda, ən doğrusu misal yazaq, onun üzərində gedək.